Happy birthday to you. Happy birthday to you. Happy İyi ki varsın, iyi ki doğdun. Doğum günün kutlu olsun. Ben de tel çalım, el çal. Ben de altından çaldım. El çalamır, gözlə mən çalamıram bu dəqiqə. Ben dokun değil, sen al. Sağ ol. Ben almışım. Happy birthday. Sağ ol. Ne geçen var onun? 10 iyi geldi. Ne adı nedir ki? Tut bunu bir dəqiqə al, Elime düşüyor. yağılır ya, her yeri yağdı. Adı nedir ki? Bilmirik, baxmadıq adına. Adına bax, adını Neyse bəs şeydir. Hardan seçdiniz? şeylə bağladı. Yaxşı bağlamayıb bu deyəsən. Onu Bəlkə də onlar qəşəng. xeyirli olsun. Sağ olun, sağ olun. Burnuma gəlsin. Hara sürtdünüz? Artık ben gittim. Get. Abəs maç eləmədiniz. Kameranın görünəcə geçin belə. Yaxşı olar. Çəkirsən. Onu gözlüyorum. Uyda, ətraf ox. Oradan iyi gəldi. Bunun qom xalcenika soyuq şey, amma yağlı. Ben Bunu çəkmirəm. Yaxşı bağlamır. Arxanı çək. Neçə aldın? Məndən bazarlıq videolar istəmişdiniz, gəlir. Bugün çəkiş bundan gəlir var ki, bizim istədiyimiz konfet. Sevgili bu konfet, bilmirəm niyə, xoşumuz gəlir. Bu günləri çəkiliş eləyirəm, söz vermirəm bugünə. Yəqin ki, sabaha inşallah Allahın köməkliyi ilə paylaşacağım. Kanalımızdan baxarsınız. Deməli, Arazdan bunları aldı, pomidor, xiyar. İndi evə gedəndə sizə göstərəcəm. İnşallah. Arazda indirimlər var, qəşəng indirimlər var. Yəni çəkilib paylayıram ki, paylaşıram daha ki. Yəni biləsiniz. Arazda hal-hazırda indirimlər var. Bizim əhatədə yaşayanlar buyurub gəlib ala bilərsiniz. Fərqli nədir onlar elə? Lokum. Götürək sana içmək. Beləli. Onun fərqi nədir? Ayrı-ayrı oxşur. Hə, nə bilim. Lokum elə beləsinə o yoxa qalsın. Niyə qəşəng də qoşmuşdur? Az içində 2-3 dənə şeydir. Anası və soboy daha sən. Nə? Hə, 5 manat neçəyə də orada. Götürmürəm. Götür. Hə, arxadan qoy. Qoy yerə. Onu deyərsən. Yox. İnanırsınız, bayaqdan bu arabayla boğuşuram. Mən sağa çevirirəm, o sola gedir, görürsünüz. Mən sola çevirirəm, o sağa gedir. Abra tərsinə işləyir bir sözlə. Qızlar, Arazdan başlayıram. Deməli, birinci yumurtalar aldım. 2 kletka belə 15 dənəli yumurta aldım. Arazda endirimlər var idi. 12 qəpikdən aldım. Keçən həftə 16 qəpik idi. Bu səfər 12 qəpikdən aldım. 2 dənə belə götürdüm. Keçdik Arazdan. Arazdan bir dənə bu soka aldıq. Arzu suyu. Ben belə bir konfet aldıq. Sonra kalbasa endirimdə idi. Izgara aldıq. Izgara. Çipaçka aldıq. Bir də sütlər endirimə düşmüşdü. Atenan 1,5'i. 1 manat 10 neçə qəpiyə bunları aldıq. Bir də peşmaniyə də endirimə düşmüşdür. Digər dükanlarda 5 manat neçə idi. 4 neçədən aldıq. Bu amma endirimdə döldü. Öz qiyməti idi. Ballıdan aldıqlarımızı belə bir konfet almışam. Sonra yenə belə bir konfet. Sonra sport peçeni. 2 dənə almışam sport peçeni. Həmişə kimi pesok, yəni şəkər tozu. Bir də Vesavoy belə makaronlar aldım. Son vaxtlar yağmur bizə ən çox yağmur yeyir. Yağmur və bu makaronlar çox xoşlayır. Bir də semiçka aldım. Qovrulmuş hazır semiçkadır. Bir də bu endirimə düşmüşdü 2,9'a 2,55'dən. Şirin süt. Bunun da dadına baxacaq görək necədir. Hə, qızlar. Ballıdan ikinci klok açıram. Şorda almışdıq. Şorucu çıxartdıq, yedilər uşaqlar. O qaymaq idi. Belə bir kəsmiyi almışam. Sonra
Belə balaca lavaşlardan almışam 2 dənə, 40 qəpiyə idi. Sonra bu qatlaşdırılmış süddür. Sonra hissə verilmiş bu pendirdən. Çox qəşəngdir, ləzzətlidir. Sonra görək burada nə var. Bunu indi göstərəcəm sizə. Bu belə bir lokumdur. İndi mən lokum deyirəm də. Şəkər konfetidir. Bir də belə bir şeylər aldım. Peso. Peso deyirəm. Nədir bu? Kofe aldım. Bir də bunu aldım. Qabartma tozu. İlk hələ ki bu qədər. Bazar Store'dan da marojnalar. Keçən dəfə Korishnev Coca-Cola almışdıq. Bu səfər bir belə aldıq. Bu nədir? Çiyələkli. Bir də belə sadə marojna aldıq. 8 manat neçə qəpiyə düşmüşdü. Yay alması aldıq. Üzüm aldım. Cavalı. Yumuşaq cavallardan. Şəftəli. Badımcan. İndi sizə onlar ağırdılar deyə aşağıda göstərəcəm. Başqa şeylər də almışıq. Bir də bunları pomidor xiyarı, bu pomidorla xiyarı Arazdan aldım. Endirimdə idi. Qarpızı ballıdan almışam. Yemişi buradan Eşən səni salamlayıram bala. Eşəndən almışam xaçmaz pomidorunu və meyvələri də hətta Eşəndən almışam. Yəni möhtəşəmdir xanımlar. Biz tərəfdə qalan bütün izləyicilər gedib rahat şəkildə ala bilərlər. Təmiz məhsuldur. Yəni kənd məhsullardır həqiqətən də. Böyle çekeyim. Çekileceğim. Bu yandan tamam bak. Özümüze geçelim. Amiş o kimdi orada? Yemek ya. Amiş bu kimdi? Şap 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 şap. Sen su ver. Kukladan stol getir koy otururlar. Hay can şap şap hele bunu. Şap şap hele böyle. Hele arka. Bu çimindi. Zeynep Hanım bu çimindi. Cice görürsün. Cece'nindi. Emindi. Beş bibinci hane. Amiş. Beş bibinci hane. Bibin telefon hane. Hane. De budur. Hani bibinci? Bayağı götürmüştü. Hani bibinci? Göster canım bibincini. Göster. Aferin. Arkasından tanıyor ki bibincidir. İşini kubba. Gel abba yer. Gel sen. Hiç verdim yanı ya da geçir baştan. Biz uşaqlarla bir tərəfdə oturuq ki, bana çəkə Uşaqlara yeməyiz. Yemeğe zaten. Sen geç papağan tarafa. Yağmur Zeynep'le. Gülen burada oturacaq. Gel burada otur. Ha? Nerede sen de kes onu. Papa yerleştir. Hani? Götür. Ya. Gel ver bana. Gel əmiyə, gel. Tut bibiden, gel əli ver. Gelip bacıya. Gel cəziyə. Gel. O utanır bağır. Gel cəziyə. Ha, gel. Hani cəziyə? Tez ol. Zəz o tərəfdən. Ha, gel. Gel apa. Gel. Ala. Atamın yanında can. Gel atanın yanında benim. Bunu çəkə bilmirəm, hə. Gel. Ala dinən, əmi ala. Ohay. Aferin. Adet. Aferin balama. Ne güzel. Ne tür heveslenir. Ne tür sevinir. Mama yani gelirim o. Çok sağ ol.
Çok sağ ol. Böyle oğlan olacak. İkimiz de. Oy. Allah seni kurban. Çıkıda çıkar. Ha, kimin diyecek? Emi yoktu. Əmi yoxdur. Ya hani? Can bibi. Yaya hardadır? Kaç. Ha. Ben cüzdan paçını çektim. O bir tane çekim geldi. Hər bir ayrı gizlənir. Biriniz kuxnada, biriniz papağanın otağında. Gel. Yerim bu ne? Bəs yaşı hani? Oh my god. Əmi hanı? Əmi yoxdur. Əmi hardadır? Hanı? O nerede oturuyor? Hanı Əmi? Eller anama kaçmağına var. Elim kablok üstünde gezir. Hara gedir? Doğrudan mı? Gel bakalım. Doğrudan Gel bakalım. Ev hani bəs? Bura bak. Evdə harda gizlənir? Ola bak işe yandım. Əmi. Işıq yanmır. Ha? Can. Ben aç. Eller. Maç. Sen çıkma da. Sen sırası çıkma da sesi. De git atlan. Git atlan. Bunlar ondan kaçırlar. Bu da bunu da alacaksın kaç. Aa yoktular. Əmi hanı? Hadi git bizden. Yan. Kafam ağrıyor. Əmi hanı? Gitti. Zezi geç. Kabaktan geç. Hanı Əmi? O Əmi değil. Aç hadi o. Çıkma. Sen çıkma. Bacı hani? Ya hani? Aşırıya da. Çıkmayın. Sesler geldi. Ana. Tutun. Ben size hani? Emin ol. Ben size hani? Yoktu Zeynep. Sesi güzel. Otur. Sesi hani? Ana. Aa Zeynep hanı? Ata hani? Elincisi. Ata. Sesi yanma. O Diyan. Ata hani ata? O hiç yoktu. Yağmur taştırdın ona. Cebra. Ata hani? Ata yoktu. Tamam zaten dedi. Vay, ata buradadır. Şimdi Əmi Zeynep hanı? Ama hani? Sizi hanı sizi? Tamam çok işte. Yoktu sizi. Çevik sizi. Ciddi olma bakalım. Haklısın. Hadi keşke biraz kapatalım. Şimdi bu boyda onu bilmeye kaçını yiyeyim. Emi yoktu. Vay Emi de. Birthday to you. Happy birthday to you. Happy birthday to you. Şap. Çek. Kaka sen niye burada durmuşsun? Cep babanın ucuna otur. Hayana. Oh my god. Gel. Yap. Böyle babayla. Yaptı. Üçünüz de fülüyor. Babayla. Füle. Önce füre. Bir, iki, Ha. Füre. Füre. Şöyle. füle. Ha baba bile. Sen de. Üfür. Amış üfür artık. Sen gel. Füle. Sen de verdi.
Peki sana baş verir. Bu nədir? Bunu necə filəmək lazımdır deyir. Hello de ana. Yox, amma mən çoxsunu şam yandırmışam bilirəm. Sen de hello de. Hello. Say hi. Hamısını yandırmayın. Yaxşı qırağı yandırıram. Sen de bana çek. Please. Şaşkı bana. İyi bir çəksin bunu. Bax. Yaxşı. Toz içində başqa qab gətirim. Eləm artıq. Tamam. Çekirim. Nihayet şey karşılık falan. Kartlar problemi onu siz desin içinin ondan. Sunkabı da göstər, çəkənməli. Sunkabı. Ben bu şirin kırmızı evi alırım. Təzədir, kloka qoyaq. Çok şey. Tanıdığım şeyleri. Amma qəşəngdir. O şey biz oynayan böyle değildi bu. Hem ne kadar tipi var yine. Buna bakarız. Bu şeyler Əlverişli. basırsan ha böyle bir şeyler çıkar işte. Tabancıdır. Hə, mən də Bize görürəm. benim de böyle mi? Hə. Gitti şeyle danışmalıdır. Aç görək. Sence de çok fazla şey istemiyor musun? Güzel köynekli. Kinaları falan alırsa. O biz almışıq. Sağ ol. Acının da olsun. Cin. Güzel İyi köynekli. bakalım. Orada şey, onu da aç hələ. Baba hələ onu da aç. Onun xodunu al ildə. Prosto bir tane böyle çiğnime tuttum. Çiğnim düz gelirse problem yok. Qarından olar inşallah. Giyinib yenə baxıb deyərsən də. Yok. Çiğnim düz Deyir gelirse. ona bax. Ver eldə papa. Hə. Bunu da elin alır ha. Vay. Ay sağ ol. Cebi dolu olsun. Sağlıkla. Köməkçimiz Nuraydı getdi, aldıq bir yerdə. Sağ ol. Cebin dolu olsun. Xeyir işlere gelsin. Şadlıqlara. Güzel köynek. Sağlıqla giyin. Sağ ol. Bu da sen her yer. Neyse. Sən nə istəyirsən? Ne sigara? Ondan sonra dille geç yaşa. Yox, xalaya deyərlər ki, varsa birində ver. Nasıl sigara ki havlu her yer. İnşallah. Ama bunu katlamanı sen katlayıp yorum. Ya onu yapıyor. Neyse qata elə birbaşa və şılkaya az giyindin ha. Ha bu sigara. Yerde diyor boş. Qızlar deməli bişirdi, yağmurun bişirdi, keks. Çox ləzzətli, çox möhtəşəm. Əllərinə sağlıq Yağmur. Çok lezzetli. Wow. Almanya şəftəlinin qarışdırdı Yağmur. Çox qəşəng də çıxdı dadı. Və içinin baxın bu formada belə görsəz narahat olmayın. Yəni bu meyvənin şirəsidir, axıb bura belə. Ona görə belə olur bunun içi. Çörek boşuşanlar olacak. That is the thing that I did. So this is a masterpiece because I touched it. My hands did it. İndi kim başa düşdüsə tərcüməsini yazar yorumlara. Hə bacılar, deməli biz bilirsiniz ki, nanə, reyhan və nanə cöhər bunları qurutmağa qoymuşduq və ən gec içlərində quruyan reyhandır. Yəni istəyir ağ olsun, istəyir qarası olsun. Onlar bir aya quruyur və bir də ən gec şüyüd quruyur. Harasa 2 ay yaxın çəkir. Yəni iyundan qoymusunuzsa, iyul ayında, yəni stoldan götürəcəksiniz. Yəni bunu deyim biləsiniz. Və bu nanə cöhər həyəti nanə cöhər idi. O çox gec qurumadı. Harasa heç uzağa bir həftə çəkmədi, tez qurudu. Amma reyhan ən azından bir aydır ki, stolumuzun üstündə sərib saxlamışıq ki, qurusun ki biz onu yığaq. Nəhayət çox şükür əlhəmdülillah qurudu və qaynanam onları qəşəngcə ovur və çəkilişini eləyən mənəm. Bunu da deyim öncədən biləsiniz. Sonra yazırsınız ki, səsiniz cavandır, əliniz qocadır. O nətər olan şeydir. Yəni öncədən bilin ki, yəni düşüncə deyilən bir şey var, məntiq deyilən bir şey var. Əgər mənim səsim cavansa, əlim qocadsa, deməli onu yaşlı bir insan eləyir və səsləndirməni də mən eləyirəm. Hər nəysə bu bəzi izləyicilərə aid oldu. Yaşlılarımdan uzaq olsun. Hə. Nəysə axırı bunu qəşəngcə yəni qaynanam qəşəngcə ovdu, toz halına gətirdi və qabda da göstərdiyim kimi az olduğu üçün onun üzərinə yerləşdirəcəyik və çalışın ki, qış tədarüklərinizi vaxtında eləyin. Çünki sonra gec olur. Məsəl üçün mən bu illəri düzəməlli bir şey bağlayanmadım. Gilas meyvəsi istədim mürəbbəsini 8 manatdan aşağı mən gilas görmədim ki, mən onu bişirəm. Mən bundan neçə kilo alım ki, yəni qışma yetsin də. Ən az heç olmasa 5 kilo mən bişirməliyəm. 8 manatdan da 5 kilo 40 manat eləyir, 40-45 manat eləyir məsələ. Yəni sərf eləmir elə olanda. Yəni 8 manat həqiqətən də bahadır. Hələ ucuz versiyasını deyirəm. Ən uzaq bazarda gəlirdi 7 manata.
6 manat neçə qəpik, yenə də bahadır. Yəni mürəbbə bişirsənsə 2-3 manatdan olmalıdır ən azı, yəni ən ölüsü. Yəni sərf edirəm, amma ağ gilas ucuz düşdüyü üçün elədim, çox şükür. Əlhəmdülillah. Hə, tök. Şikayət edirsən. Paylaşacağım, belə də paylaşacağım. Əla, xeyirli olsun. Xaçmazlı izləyicilərim, zəhmət olmasa mənə yorumlarda yazın, zəhmət olmasa görəyim bizdə pomidor, yəni 1.20-dən niyə gətirib verirlər? Hələ minnətlə, şinnətlə. Halbuki Xaçmazlının özündən gələn pomidor, yəni yerli istehsal olan tərəvəzimiz niyə bu qədər bahadır? Yəni biz özümüz yerli cəmaət niyə biz pomidora, tərəvəzə fərqi yoxdur hansı olur olsa, biz baxa-baxa qalırıq. Hamısını ot qiymətində qoyurlar. Yoxsa bunlar qaldırırlar dədələrin qiymətində qoyurlar. Yoxsa həqiqətən də orada bahadır. Zəhmət olmasa Xaçmaz izləyicilər, sizdən gözləyirəm. Yorumlarda yazın, orada yaşayanlar. Orada pomidor qiyməti neçəyədir? Sağ olsun Eşən balam mənə 70 qəpikdən versə də, dedim maya qiymətindədir xala. Dedim hə yaxşı neçə o, eybi yox ver. Bir təhər aldım, amma az aldım. Halbuki mən yeşiklərlə pomidor bişirən insanım. Amma az aldım, amma gözümdə qalır pomidorda ki, mən bağlamaq istəyirəm. Çünki mənim əlimdən tutanda tomatıdır, olsudur, bulsudur. Hər şeyini eləyirəm, pomidordan istifadə edirəm deyə. Nəysə, izləyicilər yazarsınız, zəhmət olmasa bacılar, canlarım, gözlərim, balaca balalarım. Deməli, pomidorlarımı yığmışam bura, qəşəngcənə. İndi baxın. Bu formada deyəm belə qoya. Qızlar, sumkam hazırdır. Bunun içliyini dərziyə apardım Səidə xalama. Verdim. Yəni Səidə xalam deyirəm. Yəni doğma xalam deyildi, qonşumuzdur və dərzidir. Allah ondan razı olsun. Qəşəngcənə tikdi mənim üçün. İndi bunu bu formada içliyini, astarını düzəldirəm. Hazırlayacağım. Bir əllə çəkib, bir əllə də tikə bilməyəcəm. Hazır. Dırnağıma da baxmayın. Uşaqlara əvvəsə gəldim. Bir yerdə balaca çəkdik, qaldı orada. Nəysə. Mən bunu hazırlayayım. Darşı baxarsınız. Və qızlar, padvalımın bu hali hamısı qarma qarışıqdır. İndi biraz çəkim düzən verəcəm. İstəyirəm pomidorlarımı, baxın, o sırada yığım, o başdan oradan şeyləri götürəm. Amma bilmirəm, bəlkə qabaqdan yığdım, hər şey ola bilər. Xeyirləsi. Orada mən hər illik çox bağlayırdım komportu, bağlama bu illəri çox zəifçilik. Çünki nə üçün? Hər şey bahadır, hər şey od tutub yanır, bax ona görə. Qısa bayaqlar görmüşdünüz, bura çox dağınıq idi, səliqəli. Orada komport bankalarımı, bir də boş banka. Orada bunları da yerləşdirəcəm. Bir də burada mürəbbələr, cemlərdir, keçəndən qalan. İndi burada yarpaqlarımı, bu il bağladım yarpaqları yerləşdireyim. Bu da yarpaqdır, bu da yarpaqdır. Bu isə şeydir, nanşarab. Bir də burada nanşarabım var. Nanşarabları bir qoydum. Bu da bu il bağladım təzə mürəbbələrdir. Bu çiyələkdir, bura qoyum. Neçə il biz çiyələk bağlamırdıq, çox turş çıxırdı. İndi burada pomidorlarım, bu keçəndən qalan bir dənə pomidorumdur. Bunu üstdən qoyacağım deyə bura qoyum. Burada pomidorlarımı yığacağım. Buranın işinə baxılacaq deyə, remontuna. Ona görə bura çox dərindən getmirəm təmizliyinə. Zaten neynəsək də qapı açıqdır deyə daima bura tozlu olur. İnşallah xeyirlisi. Şirin ağızla ye, kimlə bağlayıbsa şirin ağızla ye. Bax bunlar hamısı məndə, hamısı dolu olurdu bu illəri boşdu. Çünki meyvələr, tərəvəzi hamısı bahalı idi deyə heç nə bişirib, heç nə bağlaya, düzəməlli eləyə bilmədim. Sen qabaqda gedirsən. Ona gir də. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Sağ ol, çok sağ ol. Alqışla da. Ya mən də maç eləyim. Bugün de gelirler. Ya maç eləyim səni. Göz dəydi, çox qaldırdı. Gəl. Çox qaldı. Niyə yıxıldın?
Ama qəşəng görünürdü. Aferin. Mən çəkəndə qaldırmırsınız. Stand up, please. 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 I'm not even forcing you. Oh no! El çal, el çal. Buna da çal, buna da çal. Abi ne çal, el çallar var. El çal. Qalxdı da, qalxdı. Buradan işıq üzümə necə vurursa, qəribə görünürəm. Bilirəm siz də belə görəcəksiniz. Belə dururam, elə bir ki, saçım buradan ağarıb. Başqa cür dayana bilmirəm. İşıq yəni vursun deyə eləyirəm. Deməli, ad günlərimiz avqust ayında həddən artıq çox olduğu üçün, yəni buna baxmayaraq, necə deyim də, hamısını təbrik edirəm. Bütün yəni avqust ayında olan hər kəsin izləyicilərimə qədər hamısının ad günü təbrik edirəm. Bizdə bu ayda avqust ayında 6 nəfərin ad günüdür. İkisi qaynanam, 8 yoldaşım, onu bibim qızı Mehriban, öpürəm onu. Sonra 11-i atam və bibim oğlu, digər bibimin oğlu. Buradan da onları salamlayıram. Sonra 16-sı və 22-si xalalarımın ad günüdür və buradan da onları çoxlu təbrik edirəm. Allah sağlam ömür versin. Ən başda, ən əsası insana vacib olan can sağlığıdır. Axıra qədər izlədiyiniz üçün təşəkkür edirəm. Allah sizdən razı olsun. Və izləyicilər, bir şey deyim ki, siz nə qədər like atsaz, bizim belə deyim də, necə sizə izah edim, yəni bizim vloglarımıza nə qədər like atsaz çox sevinərik, həddən artıq. Çünki sizin likelarınız, dəstəyiniz bizim üçün önəmlidir və daha çox həvəslənirik və fərqli bir şeylər çəkməyə çalışırıq. Amma likelar zəif olanda, baxışlar zəif olanda, inanırsınız insan dəhşət dərəcədə həvəsdən ölür. Yəni çalışırıq ki, motivasiyamızı daha yüksək tutar, yəni motivasiyamızı daha möhkəm tutar. İnşallah daha yaxşı olar və deyirəm sizə, izləyicilər, nə qədər like'ımız çox olsa, sizin istədiyiniz bir video var ki, mən o videonu çəkmək istəyirəm. Amma like'lar zəif olanda adam həvəsdən ölür məsələ. Çalışın like'larımızı çoxaldağın. Baxıram 200 neçə nəfər, maşallah olsun, baxışı var. Amma gəl ki, cəmi 15-16 like'ımız var və 200 nəfərdən ən azı 100 nəfər like etsə, vallahi billahi bizi bir daha həvəsə salarsınız ki. Və istədiyiniz, çoxdan da istədiyiniz bir video var ki, mən onu çəkmirdim, çəkə bilmirdim. Çünki uşaqlar gah məktəbdə olurdular, gah nə bilim nədə olurdular falan filan. Amma qərar vermişəm, məktəb açılana qədər onu çəkəcəm və axırıncı videomuza, yəni bu videomuza görüm neçə like gəlir. Nə qədər like çox gəlsə, bir o qədər biz çox sevinərik və sizin istədiyiniz videolarda çəkəcəyik. Çünki mən özümdə siyahı tutmuşam. Like'lar nə qədər çoxalsa, bir o qədər də sizin xeyrinizədir. Nə üçün? Çünki sizin istədiyiniz videoları çəkməyə başlayacağıq inşallah. Və söz vermirəm, amma çalışacağıq bu videodan sonra Yağmur sualacağı videosu gəlsin. Ücret telefonumu boşaldıram. Yağmur planşetlə çəkmək istəmir. Zəhləsi gedir bu arada. Ona deyir, ana sənin telefonla çəkəcəm. Mənim qarşımda niyə belə dayanır, mən bilmirəm. Düzəlmə vaxtıdır yəqin. Neysə qızlar. Baxıram statistikalarda 50% abunə deyil, yəni baxışda 50% abunədir və abunə deyilsizsə, bacınızı sevindirərsiniz. Bir abunə nədir ki, bir like nədir ki, onu bizə çox görməyin. İnşallah xeyirlisi. Yəni siz nə qədər abunə olsaz, daha çox abunələrim olsa və daha çox like'larım olsa, yorumlar da plus. Yəni bizi həddən artıq çox sevindirərsiniz və daha çox həvəsə gəlib, daha çox şeylər çəkərik. İnşallah Allahın köməkliyi ilə öpürəm sizi. Allaha əmanət olun. Nə yaxşı ki siz varsınız, nə yaxşı ki sizi biz tanımışıq və bu günləri 5-ci gündür və bunu bu günləri paylaşacağım. Amma
Bilmirəm, bəlkə ola bilər, canlı da ola bilər, bəlkə də olmaya da bilər. Baxacağam vəziyyətə. Belə deyək, günümüzün gedişatına. Öpürəm sizləri. Sağ olun. Allah sizdən razı olsun ki, siz bizi izləyirsiniz və bizə like atıb bizi sevindirirsiniz. Hələlik.